Salam dostlar, bugün fonetika izahının ikinci bölməsine başlayırıq. Deməli, saitlərin uzun tələffüzünü ən sonuncu dəfə keçmişdik. Ümid edirəm bunları dəftərinizə yazmışsınızdır. İndi gəlin ardını keçək. Bəzi sözlərdə uzun tələffüz edilərkən məna dəyişimi olur. Məsələn, bunu nümunə ilə izah eləmək istəyirəm. Məsələn, deyək ki, dava sözü. İki cür mənası var tələffüzünə görə. Əgər biz ona dava deyiriksə, a uzanırsa dava, bu zaman mənası olur savaş. Dava, savaş yəni. Bir də əgər ona dava desək, dava yox, dava desək uzatmadan, olacaq dərman. Məsələn, deyirik ki, dava dərman. Dərman mənasını verəcək. Məsələn, başqa söz də deyək. Tutaq ki, deyirəm ki, bu sözü. Bir var, bəzən, əni uzadıram, bəzən. Bu olur zərf, yəni ara bir deməkdir, bəzən, ara bir. Ara bir bitişik yazdırda birisi, yəni zərfdir. Ara bir bilirsiniz də zaman zərfidir. Bir də var ki, bəzən. Bəzən deyəndə isə, yəni feil kimi özünə bəzək vur, özünə bəzək vurmaq. Yəni feil kimi. Başa düşdünüz? Bəzən. Bir də var bəzən. Məsələn, buna nərə sözünü də aid edə bilərik. Nərə. Nərə balıq növüdür. Nərə balığı. Bir də var nərə. Şir nərə çəkdi. Yəni qışqırdı, nərə çəkdi. Məsələn, əyan. Bir var əyan, yəni açıq-aşkar, hər şey əyan idi, açıq-aşkar. Bir də var əyan, yəni zadəgan. Əyanı əyar sözü ilə qarışdırmayın. Orada məsələn əyar sözü uzanmır. Əyar demirik də, əyar deyirik. Uzanmır. Yəni bunu düzgün yazın. Bəziləri uzanır deyə bilirlər, amma uzanmır da. İndi gələk o, i, u saitlərinə. Əgər o saiti vurğu qəbul etmirsə, a kimi tələffüz olunur. Məsələn, deyək ki, nə deyək? Məsələn, obraz. Burada o-nun üzərinə vurğu düşür eləmi? Obraz. Məsələn, obraz demirik. Obraz. Obraz yox. Obraz. Yaxşımı? Əsərin obrazları. Əsərin obrazları demir, obrazları. Onun üzərinə vurğu düşür deyə, elə obraz, elə obraz olaraq da tələffüz olunur. Vurğu düşür deyə. Amma əgər vurğu düşməsə, a kimi tələffüz olunacaq. Məsələn, deyirəm ki, bu söz. Burada vurğu e-yə düşür. Baxın, model demirik, model. Baxın, del. Model. Model demirik. Model. Gördünüz? İkinciyə düşür. Del. E-yə düşür. Ona görə biz bunu model deyə tələffüz edirik. O keçir. Baxın. O keçir a olur. Tamam. Bunun altına xətt çəkin. Burada da o kimi qalır. Çünki vurğu düşür. Baxın. Mən yazmışam yuxarıdan. Əgər o saiti vurğu qəbul etmirsə, a kimi tələffüz olunur. Yaxşımı? Etmirsə. Vurğu qəbul etmirsə. İndi məsələn, homonim sözünü yazaq. Baxın, burada vurğu hara düşür? Homonim. Amonim. Amonim. Hansıdır sizcə? Baxın, homonim. Amonim. 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 Gördünüz? Amonimlər. Yəni, bura düşür. Homonim demirik. Amonim də demirik. Amonim. Yaxşımı? Bunun üzərinə düşür deyə, bu o olduğu kimi qalacaq. Baxın, amonim. Bu o olduğu kimi qalacaq. Amma bunun üzərinə düşmür vurğu. Ona görə də o a kimi tələffüz olunacaq. Amonim. Tamam? Yəni bir sözdə bir dənə vurğu olur da, birisi iki dənə vurğu salmır.
Okean sözü isə bu qaydaya tabe olunmur. Nəyə görə? İstisna yazaq bura. İstisna. Okean sözü biz dedik ki, vurğu qəbul edirsə, o kimi qalır. Vurğu qəbul etmirsə, aya keçir. İndi baxaq burada vurğu hara düşür. Okean, 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 bəli. Amma okean. Məsələn, deyir, sakit okean. Sakit okean demirik. Sakit okean da demirik. Sakit okean aya düşür. Ona görə burada onun üzərinə vurğu düşmür. Dedik ki, aya düşür, okean. Amma biz dedik ki, vurğu o'ya düşmürsə, o keçir olur a kimi. Məsələn, baxın, burada o'ya vurğu düşmədi, keçdi oldu a. Deməli, burada da o'ya vurğu düşmürsə, vurğu a'ya düşübdür indi burada. O'ya düşmürsə, deməli, bu da a kimi tələffüz olunacaq, okean. Amma bu qayda bu sözə aid olunmur. Əvvəllər aid olunurdu. Əvvəllər okean deyirdi, hətta bura y da gəlirdi tələffüzdə. Amma yeni qaydalara görə bu belə deyil. O olduğu kimi qalır. Yəni, okean istisna sözümüzdür ki, vurğu qəbul etməsə də o aya keçmir. Bir dənə bu söz o aya keçmir. Amma qalanlarda vurğu qəbul etmirsə, mütləq ki, aya keçməlidir. Burada qəbul etmir, aya keçməlidir, amma keçmir. Çünki istisnadır. Bunu bir kənara belə qeyd edin. İndi gələk i saitinə. Çünki dedik ki, ad, o, i, u saitlərdir. Ü daha doğrusu. İ saiti ilə yazılan bəzi sözləri diqqətinizə çatdırmaq istəyirəm. Məsələn, nə deyək? Müdir sözü. Müdir sözü sizcə necə tələffüz olunur? Müdür? Xeyr. Müdür deyə tələffüz olunmur. Elə müdir tələffüz olunur. Məsələn, müflis sözü. Müflis bilirsiniz də nə deməkdir? Yəni, kasıblaşan, hər şeyini itirən. Müflis sözü müflis deyə tərcümə olunmur. Elə müflis deyə tərcümə olunur. Məsələn, eşidə bilərsiniz ki, Firuzə. Çox adam Firuzə yazır. Firuzə. Firuzə. Amma Firuzə deyil də o. Firuzədir. Firuzə yazılır. Elə Firuzə də deyilir. Firuzə. Məsələn, müxbir sözü var. Müxbir. Bu da i ilə yazılır. Sonra müdrik. Müdrik yox ha uşaqlar. Müdrik yox, müdrik. Sonra ümid. Ümid demirik uşaqlar. Ümid deyirik. Ümid deyirik. Ümid. Bir dənə burada d-tıya keçir. Amma i olduğu kimidir yəni. Məsələn, müsibət. Çox adam müsibət deyir, amma heç müsibət deyil. Müsibət yazılır. Müsibət də deyilir. Yəni, müsibət demirik. Müsibət. Hətta burada i uzanır. Müsibət. Müsibət demirik. Müsibət. Tamam. Aydındır məncə. Sonra ü saiti ilə yazılan bəzi sözlər. Yəni, buna əslində çox söz aiddir. Prosta ən çox qabağınıza çıxıbsa çaşdıranları dedim. Ü saiti ilə yazılan bəzi sözlərə gələk. Məsələn, büllur. Baxın, çox adam bullur yazır, amma bullur deyil, büllurdur. Büllur yazır, elə büllur da deyilir. Sonra biruzə yazanlar var, biruzə. Amma biruzə deyil, biruzədir o. Yaxşı mı? Bunları çaşdırmayın. Elə biruzə yazılır, biruzə də deyilir. Biruzə, hətta burada u uzanır. Biruzə demirik, biruzə. Biruzə. Tamam. Sonra nə var? Binövrə deyənlər var, binövrə. Binövrə yox, binövrə. Bünövrə yazılır, elə bünövrə də deyilir. Uşaqlar, bünövrə yox ha, bünövrə, v düşmür. Baxın, sizə keçən il qayda yazdırmışdım. Ov olanlar, baxın, ov, öv birləşməsi olanlarda səs düşmür. Yazdırmışdım. Yəni, öv varsa, burada v düşməyəcək, bünövrə. Məsələn, dovşana dovşan deyənlər var. Dovşan yox, dovşan. Əvvəl dovşan deyilirdi, amma yeni qaydalara görə bunlar dəyişdirilib. Son bir neçə ildir. Elə bünövrə deyilir, bünövrədə yazılır. Məsələn, hansı sözlər var? Hüsn xət sözündə çox vaxt hüsn xət yazılır, amma hüsn xət yox. Belə olmamalıdır. Hüsn xət olmalıdır. Bu arada xətdə bir dənə t yazılır burada, amma xət özü ayrıca yazılsa təbii ki 2 dənə t'sı var.
Amma deyiləndə isə hüsn xətt deyirik. Artırırıq onu. Sonra kompüter. Çox adam kompüter yazır. Kompüter yazanlar var. Amma kompüter yazılır da. Yəqin ki, bunu bilirsiniz. Oxunanda da kompüter. Bunu niyə yazdım? Yəni k demək. Kompüter demək. Kompüter. Baxın uşaqlar. Bayaqki qaydamızda mən demişdim, o aya nə vaxt keçir? Vurğu qəbul etməyəndə. Baxın, kompüter demirik. Kompüter. Baxın, kompüter. Baxın, kompüter. Tamam? Üyə düşür. Üyə düşür deyə, o'ya düşmür deyə aya keçir. Dedi ki, düşməyəndə o aya keçir və keçdi də. Bu qədər. Sonra bəzi sözlər var ki, y artırılmır. Bunları da qeyd kimi yazaq. Yazaq qeyd. Bu sözlərə y artırılmır. Artırılmır. Məsələn. Sonra qiraət sözü var. Baxın, qiraət. Qiraət demirik. Qiraət. Bəraət. Gördünüz. Sonra qənaət. Sonra şücaət. Baxın. Sözlərə y artırılmır. Buralara y getmir. Yaxşımı? Y artırılmır qətiyyən. Sonra riayət sözündə də. Riayət. Riayət demirik. Riayət. Tamam. Sonra bir dənə də qeyd yazaq. Qeyd 1, qeyd 2. O, ö. Saitləri bəzi hallarda milli şəkilçilərin tərkibində işlənir. Bəs nə lazım deyildi. Bunu yazmayaq. Çünki onsuz milli və alınma sözlər düşmür imtihana. Ondan sonra nə deyə bilərəm? Bəzi sözlər var ki, o sözlərdə uzun tələffüz olunan şəkilçi var. Məsələn, deyək ki, məsələn, vəfa sözü, eləmi? Vəfa. Vəfa sözü vəfa deyilir də, eləmi? Vəfa, uzanma yoxdur. Amma vəfalı desək, vəfalı. Burada uzanma olacaq, vəfalı. A uzanacaq, l olacaq. Tamam, məsələn, heca. Biz dedik ki, heca sözünə heca demirik heç vaxt. Çünki mən sizə istisna kimi keçən dərsdə yazdırmışdım. Baxın. Heca uzanmır. Heca uzanmır, eləmi? Amma hecalı desək, hecalı. Bunda hecalı. Baxın, a uzanacaq. Bunu da ikinci qeyd kimi yazaq. Belə, bugünlük saitləri bitirdik. Gəlin dərsimizdə samitlərə keçərik. Sağ olun.